İsnəb bəki bəhanə elədi. Yımıtda birdən 100 tüməndən qatdı 215 tümənə. Nəcür oldu? Toğuqlarımız da İsnəb bəklə yımıtdıyırlar. Toğuqlar da onu bildilər. Toğuqlar birdən xarici danışdılar. Aladır köpüğün toğu elə dünənəcə yımırtlayırdı 70 tümənə, alan birdən yımırtdası qalxdı 200 tümənə. Özünün əti qatdı filan qədərə, düyü qatdı filan qədərə. 4 il bir ömrüdür, 10 ildir bizim bu bərcam lənəti ilə ömrümüzü çürüdüblər, dayalan cavab quda deyirlər. Neyniyəcək də oldu da. Həmin oldu. Və baba mənim səkkəlimi vermişdim Mulla Məsəb Qərbin əlinə sürüyürdü o yan bu yana. Ağzımı açırdım, vururdum, danışma. Hələ sən nə anlıysan? Bəzi o vərşikəst olan adam gedərdi qabaq özünə bir qəbir zadalardı, bir təşhid cənazə deyərdi, öldü da boşlular çıxsın geçsin. Bir itdə də özünü dövərdi onun üstündə. Dərhal ki orada heç kəs yoxdur. Elə bərcam o cür bir şeydi. Heç dad yox idi, biz ağlayırdıq. Haca, niyə belə elədir? Və niyə biz deyəndə heç kəs qulaq asmırdı? Və mən sözüm elə göydən şappıltı ilə düşürdü yeri. Axı sən mənə həmlədə eləyirdin başıva dolan. Və nəcür olub? Əlan ki da yükümüz aşıbdır. Əlan hər nəyimiz yavaş-yavaş rubi itmam, naümidi yağır başımızdan, yerdən, göydən. Ay büyün vuracaq, səhər vuracaq. Hələ o da vurmayıb, cəngirəvanı bizi boşlamır.